Zaqatala rayonunun Muğanlı kəndində ağır yol nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, 112 qaynar xəttə qəzanın baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Mercedes markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə olan bir nəfərin meyidi çıxarılaraq aidiyyatı üzrə təhvili verilib. Bakının Suraxanı rayonunda da ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, İlqar Musayev küçəsində qeydə alınan qəzada Mercedes markalı maşın dəmir hasara çırpılıb. İlkin məlumata görə sürücü yağışlı havada yolun sürüşkən olması səbəbindən idarəetməni itirib. Qəza nəticəsində maşına ciddi ziyan dəyib. Baş vermiş faktla bağlı araşdırma aparılır.